Can Azərbaycan. Salam əziz dinləyicilər, İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. İsveçrə-Azərbaycan ədəbi mədəni əlaqələrindən danışacağıq. İsveçrədə yaşayan Azərbaycanlı yazıçı Vüsal Aydın Can Azərbaycanın qonağıdır. Vüsal bəy, xoş gəlmisiniz. Çox sağ olun. Xaricdə yaşayan soydaşlarımıza, xüsusən əgər onlar qələm adamıdırsa, mən hər zaman bu sualı verirəm ki, görəsən yaşadığınız ölkə ilə Azərbaycan arasında ədəbi və mədəni baxımdan ən maraqlı ortaq cəhət nədir? Ortaq cəhət o olar ki, hətta ortaq bəlkə də demək olmaz. Çünki məsələn ədəbiyyata maraq Azərbaycanda İsveçrədən xeyli irəlidədir. Çünki Azərbaycanın bu bəlkə də ədəbiyyat sevdası, ədəbiyyat sevgisi bizim tariximizdən, bizim elə ədəbiyyatımızdan gəlir ki, bu İsveçrədə yoxdur. Amma bu gün biz bu əlaqələri qura bilərik. Məsələn, deyək ki, Azərbaycan ədəbiyyatını dünyaya çıxarda bilərik. Azərbaycan şeirini, Azərbaycan nəsrini dünyaya çıxarda bilərik və məncə hətta İsveçrə burada çıxış üçün daha yaxşı, daha münbit qapı ola bilər bizə. Lakin təəssüf hissi ilə deyirəm ki, bu gün Azərbaycanın ədəbiyyatı İsveçrədə çox da belə deyək, yaxşı təmsil olunmur. Belə ki, yəni bizim bu gün tərcümə olunub deyək ki, dünyaya çıxan o qədər də çox tanınan müəlliflərimiz təəssüf ki, azdır. Amma bu barədə işlər görmək lazımdır. Buna sizcə səbəb nədir? Burada dil bariyeri məsələsi varmı? Tərcüməçi məsələsi varmı? Bir neçə səbəb var. Birincisi, İsveçrə ən balaca ölkədir. Deyək ki, bütün fransız dilli, alman dilli tərəfi var, amma digər qonşularına nəzərən deyək ki, Fransa və ya Almaniya baxımından çox balacadır. Müqayisədə çox balacadır. Və ona görə də alman dilli tərəfdə alman dilli ədəbiyyat üstünlük təşkil edir, fransız dilli tərəfdə də fransız dilli ədəbiyyat, yəni Fransa ədəbiyyatı daha çox üstünlük təşkil edir. Bu baxımdan bizim kimi ölkələrin orada gəlib yer tutmağı həm rahatdır, çünki rəqabət azdır, həm də çətindir, çünki artıq qonşu ölkələr tərəfindən tutulub. Bunun əsas səbəbkarı deyə, yəni günahkar axtarsaq əgər burada, birinci günahkar ümumiyyətlə düşünürəm ki, bizik. Yəni mən daxil Azərbaycanlı müəlliflərdir ki, biz hələ dünyaya layiq olacaq əsərlər yazmalıyıq əvvəl. Dünya oxucusunun oxumaq istəyəcəyi, oxuyub nəsə götürəcəyi əsərlər yazmalıyıq. Yəni başqalarına və bunu da başqalarına bənzəyərək yox. Sırf öz koloritlərimizi qoruyaraq ortaya çıxarda bilərik. Düşünürəm ki, bu mən daxil dediyim kimi özümü kənara çəkmirəm. Bugünkü müəlliflərin əsas problemlərindən biri Azərbaycan ədəbiyyatı yaza bilməməkdir. Özümüzü müəyyən təqlidçiliyə öyrəşdirməyimizdir. İstəyirik ki, Avropalı kimi yazaq, Alman kimi yazaq, Fransız kimi yazaq. Halbuki özümüz kimi yazmalıyıq. Bəli, özümüz kimi yazmalıyıq. Öz ədəbiyyatımızı yazmalıyıq. Almanların Alman ədəbiyyatı var, fransızların fransız ədəbiyyatı var. İsveçrəlilərin də Alman və fransız ədəbiyyatı var, İsveç ədəbiyyatı da var. Azərbaycanda tərcümə olunan daha çox tanınan Max Frisch məsələn İsveçrəli müəllifdir ki, tanınır. Amma biz bir Avropalını təəccübləndirəcək mətnləri ərsəyə gətirməliyik əvvəlcə. Ondan sonra düşünməliyik ki, niyə bizi oxumurlar, niyə tərcümə olunmur? Yəni misal üçün Yaponlar bunu çox gözəl bacardı. 100%. Heç bir Yapon müəllifdən Avropalı olmaq həvəsini görə bilməzsiniz. Amma biz çalışırıq, çox təəssüf ki, biz çalışırıq ki, Avropalı kimi yazaq. Halbuki burada paradoksa düşür. Ümumiyyətlə, fikir verin, texnika, texnologiyanın daha sürətlə inkişafını biz görürük, təbiidir, süni intellekt dövrüdür və s. Fikir verirəm ki, hər bir sahədə sanki bu təqlidçilik var, sizin dediyiniz kimi. Məsələn, Vüsal Aydın bugün trenddədir, gündəmdədir, hamı Vüsal Aydınla görüşmək istəyəcək. Hamı onun kimi olmaq istəyir, hamı onun arxasınca gedir. Amma mən üzr istəyirəm, ola bilər ki, dağda bir çoban olar, o elə bir fikir, elə bir frazla səsləndirər ki, o trendə düşə bilər. Sadəcə biz onu gedib tapmalıyıq, başa düşürsünüz? Mən bunu həmişə tez-tez işlədirəm son vaxtlar. Yəni, gündəmdə olan insanı dəfələrlə danışdırmaq, bu təqlidçilikdən başqa bir şey olmayacaq. Bir də o son vaxtlar belə bir tendensiya yarandı. Çox danışan ziyalı kimi görünməyə başladı. Halbuki təəssüf. Bəli, mahiyyət, yəni önəmlidir də. Bəs çox danışmayan onu da səsi batır, onu da eşidə bilmirik. O da var. O da heyf ki, təəssüf ki, müasir zamanənin problemlərindən biri də budur. Danışmırsansa, yəni ümumiyyətlə gündəmdə olmursansa, səni görmürlər, o dəyər ümumiyyətlə görünmür varsa,
Yox, çox danışırsansa dəyər yoxdur, belə dəyərliymiş kimi görünür. Bunu da yavaş-yavaş elə bilirəm ki, Dünyanın bütün insanları eynidir. Bütün insanlar milliyyətindən, irqindən asılı olmayaraq sevirlər, tərk olunurlar, nifrət eləyirlər və s. əbədəzəli mövzular var. Yəni bizdə olan bu problemlər Avropa insanında yoxdur. var. Elə məsələ də odur. Bir məsələyə, hər hansı bir problemə Avropalı necə baxır? Biz necə baxırıq? Biz hansı pəncərədən baxırıq? Biz onu hansı dəyərlər sistemində ölçürük? Avropalı hansı dəyərlər sistemində ölçür? Biz bunu göstərməliyik. Mən də bayaq dediyim o idi. Yəni biz bir mətn ərsəyə gətirərkən sırf yazıçılardan danışıram, çünki deyək ki, mən rəssamlıq, digər sahələri bilmirəm. Bir mətn ərsəyə gətirərkən biz də Azərbaycanlı kimi düşünməliyik. Biz özümüz Azərbaycanı bilməliyik. Azərbaycanlı olmalıyıq. Yəni verilişimizin adı da Can Azərbaycan. Onu ürəkdən deyə bilməliyik ki, mən bunu pafosla demirəm. Bizim ərsəyə gətirdiyimiz mətn də Azərbaycanlı dəyərlərini daşısın, Azərbaycanlı qoxusu versin, Azərbaycan qoxusu gəlsin. Bəli. Oradakı personajlar Azərbaycanlı olsun. Biz deyə bilək ki, bu elə mənim qonşum Əhməd dayıya oxşuyur. Bu elə mənim deyək ki, xalam Sevər xalaya oxşuyur və s. və ilə. Yəni biz bunu eləmədikcə səsimizi çıxara bilməyəcəyik. Çünki deyək ki, biz aparıb bir mətni almana veririk, fransıza veririk ki, baxın biz Frankfurt Kitab Festivalında hər il təmsil olunuruq. Deyirik ki, bax bizim belə bir mətnimiz var. Onlar da baxır ki, bu nədir? Biraz maraqlanırlar, görürlər ki, yazıb deyək ki, nə bilim, Kongoda bir şəhərdə baş verən hadisə, personajlar yerli deyil. Bu onu neyinir? Gedər Kongo ədəbiyyatı oxuyar. Nə bilim, və yaxud bir fransız Parisdə keçən hadisədir. Baş qəhrəmanlar deyək ki, Erikdir, Eduarddır və s. Onu elə gedər fransızdan oxuyar da. Yəni onu niyə Azərbaycanlıdan oxusun? Ona maraqlıdır Bakıda nə baş verir? Bir Bakılı necə düşünür? Deyək ki, məsələn, Doktor Səiddən danışır. Sizin əsərinizdə. Özümdən nümunə göstərim, çünki başqasının qeybətini qırmayım. Nə dərəcədə Doktor Səiddə biz intihara bir Azərbaycanlının gözündən baxa bilirik? Bunu eləməliyik, bunu düşünməliyik və bu hisslə. Sizcə bugün Avropa oxucusu üçün detektiv əsər nə qədər maraqlıdır? Maraqlıdır. Detektiv əsərlər ümumiyyətlə hər zaman daha çox istifadə olunan, daha tez istifadə olunan mətnlərdir. Yəni və daha tez məşhurlaşan, rahat oxunan olur adətən. Lakin bu çoxluqda da yaxşı keyfiyyətli mətn tapmaq biraz çətinləşir, açıq deməliyik. Mənə nə maraqlıdır? Vüsal Aydın detektiv əsərində Azərbaycan dəyərlərini nə qədər göstərə bilib? Ümumiyyətlə mən hər hansı bir əsəri janra görə və ya mövzuya görə mühakimə eləməyin tərəfdarı deyiləm. Bizdə bu belə bir ənənə yaranıb çox tez. Bəzən deyirlər ki, mən detektiv oxumuram və yaxud mən sevgi romanı oxumuram. Halbuki deyək ki, dünyanın ən yaxşı sayılan, ən böyük əsərlərindən sayılan Dostoyevskinin romanlarının çoxusu detektiv motivindədir. İdiot əsəri sevgi romanıdır. Yəni bunu necə demək olar ki, mən sevgi romanları oxumuram. Onda Anna Kareninanı gəl oxumayaq. Bəs nə oxuyursan? Sevgi də oxumursan, detektiv. Bəli. Amma qalır orada tarixi roman, bütün tarixi romanlarda da sevgi də var, detektiv də var. Bəli. Mən düşünmürəm ki, o içində deyək ki, bu detektivdirmi, bu sevgidirmi, bu tarixidirmi? Buna görə ayırmaq lazım deyil. Mahiyyət heç də mövzudan asılı deyil. Məsələ də odur. Bu müəllif bu məsələyə necə yanaşıb, onu bizə necə çatdırır. Düzün desəm, mən Doktor Səidi tam olaraq detektiv saymıram. Çünki müzakirə elədiyi məsələ görəsən bunu kim eləyib deyil. Bir qatil var və bir detektiv var, bunu tapacaq, biz də sevinəcəyik. Məsələ bu deyil. Məsələ hər zaman elə obrazında özünü səsləndirdiyi kimi hər zaman işin niyəsidir. Niyə belə olub? Yəni psixoloji əsərdir. Bəli. Bunun arxasında duran səbəblər nələrdir? Necə olub ki, bu adam intihar edib? Necə olub ki, bunu intihara məcbur ediblər və s. Yəni hər zaman yolu axtarır və düşünürəm ki, bunu sırf xalis ancaq detektiv motivi üstündə qurulmuş mətn saymaq məncə düzgün deyil. Nə dərəcədə Azərbaycanlıdır? Kitabı oxuyanlar daha yaxşı bilər. Düşünürəm ki, mən bunu eləməyə çalışmışam. Nə dərəcədə alınıb-alınmayıb oxucuların qərarıdır. Ancaq Səidin intihar araşdırarkən onu özünə müqəddəs görünən bu yolda ona mane olan deyək də dırnaq arası nə olur? Onun nişanlı olması, ailə baskısı, onun anasının ona nişanlısına qayğı göstərməyi, tələb eləməyi, öz belə deyək ki, bu münasibətlərini bərpa eləməyi, tələb eləməyi və onun öz nişanlısının anası tərəfindən seçilməyi. Bunlar mənə görə
onun Azərbaycanlı olduğunu kitabda saxlayan şeylərdir. Onun Şahmar Qəribli, üzr istəyirəm, Şahmar Rəsul, Şahmar Qəribli, Allah rəhmət eləsin, ustadım sayıram. Şahmar Rəsul obrazının ona göstərdiyim o böyüklük münasibəti, o mentorluğu quru mentordan daha çox bir ata kimi münasibət göstərmək. Bunlar onların məncə Azərbaycanlı olduğunu göstərir. Lakin qərar oxucuların. Amerikada yazıçılıq kursları var. Necə ki bizim yazıçılarımız Sovet dövründə Moskvada ədəbiyyat institutunu bitirirdilər. Bəli. Amerikada da xüsusi kurslar var bu gün. Azərbaycanda da son illər sosial şəbəkələrdə qarşıma çıxır. Bəli. Biz sizə hekayə yazmağı öyrədəcəyik, biz sizə mətnlə işləməyi öyrədəcəyik. Bunlar qarşıma çıxır ara-sıra. Amma hər halda fikirləşirəm ki, biz hələ təzə başlayırıq bu prosesə. Dünya buna artıq çoxdan başlayıb və çox maraqlıdır ki, Amerikada, eləcə də Avropanın məşhur ölkələrində olan bu yazıçılıq kursları bütün ölkələrin yazıçılarını necə deyim, eyniləşdirmirmi? Maraqlı sualdır. Ümumiyyətlə düşünürəm ki, hər hansı bir adama kursla yazıçı olmağı öyrətmək mümkün deyil. Amma bir yazıçıya daha yaxşı yazıçı olmağı öyrətmək mümkündür. Belə ki, ona dili öyrədərsən, cümlə quruluşunu öyrədərsən, texnikanı, dialoq qurmağı öyrədərsən. Amma hər hansı bir adam yazırsa, bu yazıcı olacaq demək deyil. Heç bir ixtisas belə deyil. İnsanın o ixtisasa uyğunluğu olmalıdır. Və yəni elmi sübut olunmuş bir şey var. 10.000 saat qaydasının, yəni ləğvi ilə bağlı ki, belə bir şey yox. Deyirlər ki, istənilən adam istənilən sahədə 10.000 saat məşğul olsa, o sahənin eliti olar. Bu tamamilə yanlışdır. Yəni elmi olaraq tamamilə isbat olunub ki, belə şey yoxdur. Çox daha az məşğul olaraq çox daha yüksək nəticələr əldə edən sənətkarlar var. Və bu da göstərir ki, insanın birincisi genetik uyğunluğu, insanın sosial həyatı, düşüncə tərzi, orqanizmi, ailə vəziyyəti, hər şey təsir edir. Və ən əsası istedadı. İstedad da demək olar. İstedad sözü müzakirəyə açıq sözdür. Mən istedadın olduğunu qəbul eləyirəm, lakin çox adam deyir ki, yox, istedad deyilən bir şey yoxdur, hər şey tam zəhmət bahasına başa gəlir. Mən elə düşünmürəm, elə bu saydıqlarımız İnsanın ona genetik uyğunluğu və s. və s. hər şey, yaddaşı, görmə qabiliyyəti, hər şey aiddir bura. Düşüncə tərzi ki, bunları dəyişmək olmur. Bu elə onun istedadı götürsək, yerdə qalan bəli nə dərəcədə əziyyət çəkib bu istedadını parlada biləcək, bu istedadını istifadə edə biləcək, belə deyim. Bu isə işin əziyyət tərəfidir. Lakin bir adamın yazıçılığa istedadı yoxdursa və ya rəssamlıq qabiliyyəti yoxdursa, musiqi duyumu yoxdursa, bunu kursla, dərslə götürüb bəstəkar, rəssam və ya yazıçı eləmək mümkün deyil. Lakin nə dərəcədə eyniləşdirir dediniz? Çünki qloballaşma dövrüdür. Bəli, bəli. Bu da çox maraqlı sualdır və düşünürəm ki, bəli, eyni texnikalar, eyni taktikalar, bəli, mətnləri də get-gedə eyniləşdirir. Təsəvvür ki, bir kursda Konqodan gələn yazıçı da var, Azərbaycandan gələn də var, İsveçrədən gələn də var və onlara eyni praktika keçirilir, öyrədilir. O necə olacaq? İndi qalıb o kursa gedən insanın məqsədinə də nə etmək istəyir. Yəni yenə deyirəm, əgər bir insan yazıçıdırsa, yazıçı doğulubsa belə deyək, onu yəni istedadı bu istiqamətdədirsə, ona nə edəsən qabağını almaq mümkün deyil. O orada burada yazacaq, o kursunu da tapacaq, o oxumağa, öyrənməyə materialını da tapacaq və get-gedə yetişəcək. Mən sizin Doktor Səid əsərinizi oxumuşam. Çox sağ ol. Dedektiv oxumuram deyənlərdənəm. Amma həqiqətən anladım ki, mən filan şey oxumuram deməyin də bir səbəbi var. Demək ki, qarşıma arzuladığım əsər çıxmayıb. Çox sağ ol. Doktor Səidi oxudum və sizə dərin təşəkkürümü bildirirəm. Vüsal Aydın əgər məndən soruşsalar, bax bu kitabı oxudun, səndə necə bir təəssürat yarandı? Mən deyərəm ki, Vüsal Aydın savadlı yazıçıdır. Minnətdaram. Yəni baş verən proseslərin elmini bilir. Bəzən biz yazırıq, hekayə yazmışam, roman yazmışam, amma orada o qədər belə necə deyim, elmə, düşüncəyə söykənməyən məqamlar olur. Yəni yazıçılıq hisslərdən ibarət deyil. Bugünün yazıçısı necə ki orta əsrlərdə klassik dövr ədiblərin o qədər savadlı insanlar olurdular. Bugünün yazıçıları da o cür savadlı insanlar olmalıdılar. Siz səhv etmirəmsə, Tibb Universitetini bitirmisiniz. Bəli. Tibb işçisi olmağınız, həkim olmağınız bu əsərdə sizə hansı kömək oldu? Əvvəla bu fikrinizlə çox razıyam ki,
hər yerdən əlim üzülüb, neyniyim, onda yazıçı olum deyəndə nəticədə elə indiki kimi olur. Ona görə bəli, yazıçı cəmiyyətin ziyalı təbəqəsi olmalıdır. Yəni cəmiyyətin sayılıb seçiləni belə öz intellekti ilə, öz danışıq qabiliyyəti ilə, öz davranışı ilə və siz dediyiniz kimi biliyi ilə. İndi mən nə dərəcədə buna aid deyiləm, çalışıram ki, mən də sizin toxunduğunuz, sizin adını çəkdiyiniz böyük yazıçılar kimi, bir ziyalı kimi, belə deyək, öz mətnlərimə yanaşım və bilmədiyim heç nəyi yazmıyorum. Çalışıram ki, bildiyim şeylərdən yazım. Və bu da ona gətirib çıxardır ki, əgər mən intihardan danışıramsa, bir aldığım tibbi təhsili orada istifadə edirəm, onun arxa fonun, psixoloji tərəflərini və bunun tibbi tərəflərini nəzərə alıram və əlbəttə ki, aldığım təhsil burada mənə kömək olur. Mən hətta fikirləşdim ki, əgər siz həkim olmasaydınız, dedektiv əsər yazmayacaqdınız. Ola bilər, bəlkə də. Bəlkə də. Çünki yenə də ona gəlir çıxır. Gərək bilmədiyin şeyi yazmayasan. Bildiyin şeyi yazsan. Bu da elə düşünürəm ki, müəyyən qədər bildiyim və sonradan da ətrafında çox maraqlandığım, oxuduğum mövzudur ki, çox sağ olun. Yəni əgər o görünürsə Doktor Səiddə ki, bəli, burada tibbi əsaslandırılır, demək elə mən aldığım təhsilə borcluyam. Məsələn, siz məsləhət alırdınız da, orada bəzi məqamlar var idi. Dedektiv əsər yazmağın planı necə olmalıdır? Çox gözəl sual verdiniz, çünki bu elə həmin məsələyə toxunmağa zəmin yaradır ki, bir müəllif mən dedektiv yazım deyib yola başlamamalıdır. Və yaxud mən sevgi romanı yazım deyib yola başlamamalıdır. Ümumiyyətlə bədii mətn sualdan yaranır. O müəllifi narahat edən suallar olmalı. Deyək ki, məni narahat edən sual bu idi Doktor Səiddə ki, əgər intihar doğrudan layiqincə araşdırılsa, onun arxasında nələr tapmaq olar? Məni bu sual aparır və nəticə etibarilə ərsəyə gələn mətn müəyyən dedektiv elementlər daşımağa məcbur olur. Çünki sən işin arxa tərəfini araşdırırsan, görünməyən tərəfini araşdırırsan. Burada dedektivdən demək olar ki, qaçmaq olmur. Ona görə də ərsəyə gələn mətn dedektiv olur. Yoxsa ki, mən fikirləşim ki, mən indi bir dedektiv yazım. Bu düşünürəm ki, uğursuz yoldur və belə başlamaq olmaz. Və heç kəsə də tövsiyə eləmirəm ki, sırf dedektiv ərsəyə gətirmək üçün mətnə başlasın. Hər hansı bir müəllifi, yazıçını narahat edən sual varsa, o sualı mətndə araşdırsın və ərsəyə gələn dedektiv mi olar, sevgi romanı olar, tarixi roman olar, psixoloji roman olar, artıq onu bitirəndə müəllif özü də görəcək ki, mən bu sualı araşdırdım və bu ərsəyə gəldi. İsveçrədə yaşamağa başlayandan və İsveçrə ədəbiyyatı ilə tanış olandan sonra Azərbaycan ədəbiyyatına baxışınızda ən böyük dəyişiklik nə oldu? Ümumiyyətlə təkcə ədəbiyyat yox, mən İsveçrə ilə tanış olandan sonra, Avropa ilə tanış olandan sonra Azərbaycanı daha çox sevməyə başladım. Yəni bu daha çox Azərbaycanlı olmağa başladım. Buna hər kəs də təsdiq eləyər, dinləyən dostlarımız da təsdiq eləyər. Əvvəl Azərbaycanda olanda o dəyərləri, o gözəllikləri görə bilmirsən, içində olursan. Biraz kənara çıxandan sonra əslində Azərbaycanın, elə Azərbaycan ədəbiyyatının, Azərbaycan dəyərlərinin necə də yüksək səviyyədə olduğunu, necə tarixi yollardan süzülüb gəldiyini görürsən. Və məsələn, deyək ki, müəyyən başqa ölkələrdə bizə parlaq görsənən ölkələrdə bəzi dəyərlər var ki, onlar sonradan quraşdırılıb. Və sonradan quraşdırılmış şeylər tarixin süzgəcindən keçmədiyinə görə hər zaman özünü doğrultmur və hamıya xitab eləməyə bilir. Ancaq kənarda olanda o Azərbaycan dəyərlərini, istər mətbəx olsun, istər musiqisi olsun, istər sənəti olsun, istər ədəbiyyatı olsun, demək olar ki, mən daha çox sevməyə başladım. Söz yox ki, Azərbaycanda olanda da sevirdim. Biz işlə əlaqədar buradan getmişik. Başqa yerdə yaşayanda Azərbaycanı daha çox sevirsən. Ona görə də mən nə dili... Və Azərbaycan üçün daha çox iş görmək istəyirsən. Azərbaycan üçün, bəli. İş görmək demişkən, İsveçrəli bir dostunuza Azərbaycanı yalnız hansısa kitab və ya musiqi ilə tanıtmalı olsaydınız, seçiminiz nə olardı? Mən bir İsveçrəliyəm. Orada xanımların ən məşhur adları nə olur? Natali deyək. Mən Natali xanımam, xanım Natali. Buyurun, mənə Azərbaycanı təqdim edin. Mən dəfələrlə Azərbaycanı təqdim eləmişəm orada. İstər getdiyim dil kurslarında, istər işlədiyim yerdə. Artıq sayın hesabını itirmişəm. Çünki 10 ildən çoxdur oradayam. Və Azərbaycanı dəfələrlə təqdimat hazırlamışam. Xüsusi Azərbaycanı təqdim eləmişəm. Və orada evdə yoldaşım dolma bişirib aparmışam, dadına baxıblar. Və bu yarpaq dolması olub. 100% yarpaq dolması olub.
musiqimizi dinlətmişəm deyəcəm hansılardır. Rəssamlarımızı göstərmişəm, xanımlarımızı göstərmişəm. Çünki mənə görə Azərbaycan xanımları da Azərbaycanın dəyərlərindən biridir. Və Azərbaycan musiqisi, məsələn, Üzeyir bəyin bəstələdiyi Arazbarını mən Sevda Ələkbərzadənin ifadəsində dinlətmişəm və demək olar ki, bütün təqdimatlarda Şazam açıb onu yükləyiblər ki, bu nə mahnıdır, siz nələrə qulaq asırsınız. Ondan sonra Bayat Şiraz dinlətmişəm, Könlümün sevgili məhbubu. Onu dinlətmişəm. Çox Qarabağ bülbüllərinin ifasında, Tacir müəllimin ifasında. Dəhşətə gəliblər. Azərbaycan himnini dinlətmişəm ki, baxın bizim himnimiz, yəni bu cür yüksək səviyyəli bir musiqidir, muğamdır. Çox bəyənirlər. Ondan sonra məsələn mən onlara tarı göstərmişəm və bunu onlar gitar deyir. Gitarın atası olduğunu demişəm. Balabanı göstərmişəm, nağaranı göstərmişəm və bu şeylərin əslində onlarda bu gün olan şeylərin hamısının atası olduğunu, keçmişi olduğunu göstərmişəm ki, bunlar yəni bizdən gəlir hamısı. Muğam dinlətmişəm. Qoçay Əsgərovun ifasında məsələn muğam dinlətmişəm. Qoçaq çox istedadlı ifaçıdır. Çox bəyənirlər. Yəni mən hələ indiyə qədər yaxşı da, eybi yox deyib keçən nə rast gəlməmişəm. Çox maraq göstərirlər və çox bəyənirlər ki, necə gözəl dəyərləriniz var. Və mənə elə gəlir ki, biz elə bu dəyərləri qorumalıyıq. Baxmayaraq ki, siz dedektiv əsərlər yazırsınız, mənim üçün maraqlıdır. Vətəndən uzaqda olmaq yazı prosesinizə necə təsir edir? Məsələn, o əsərlərin içərisində tutaq ki, Akif Süleymanovun bir həsrətli məqamı Azərbaycanla bağlıdır, yoxsa yox? Yazı həm də müalicə üsuludur. İstəyər oxuyan üçün, istəyir yazan üçün. Amma məncə birinci yazanın özü üçün bir müalicədir. Və mən elə orada Azərbaycandan yazaraq, Azərbaycan mətnini ərsəyə gətirməyə çalışaraq biraz da bəlkə də bu həsrəti müalicə eləməyə çalışıram. Biraz romantik səslənsə də insan yazdığı mətndən uzun müddət yaşayır. Onu ən azı yazı prosesi işin bəlkə də ən az vaxt alan hissəsidir. Onun o fikirdə olmaq, onu düşünürsən, günlərlə o mən deyək ki, Səidi Bakı küçələrində gəzdirərək elə özüm də Bakıda gəzmiş oluram. Akif Süleymanovla Validə Süleymanovanın arasındakı münasibəti yazaraq özüm də Azərbaycanda tanıdığım adamları görmüş oluram və s. və ilə. Yəni bu kimi şeylər bəlkə də elə mənim uzaqda olanda həddindən artıq çox darıxmamağım üçün birinci mənim özümə kömək edir. Mənə dedilər ki, bu əsərin ikinci hissəsi də var, ikinci cildi də var və mən axtardım, amma satışda tapa bilmədim. Bitib bəli. Sonra bu yaxınlarda bilmirəm, dostlarımızdan birindən eşitdim ki, Vüsal Aydın hətta üçüncü hissəni də yazıb. Bəli. Xahiş edirəm bu haqqda məlumat verin. Doğrudur. Biz Azərbaycanda nəşriyyat sektoru inkişafdadır, deyək, nikbin olaq, inkişafdadır və bu inkişaf yolunda, yəni mən müəyyən nəşriyyatları dəyişməli oldum, çünki tam anlaşa bilmədik. Amma hal-hazırda Strauss nəşriyyatında çap olunur kitablar. Birinci hissə orada çap olunub, yer gəlmişkən onun da artıq satışı bitib. İkinci hissə bu yayın sonuna planlaşdırılır, nəşr olunacaq. İlin sonuna qədər də çalışacağıq üçüncü hissəni nəşr eləyək. Bu tamamilə məndən asılı deyil. Sadəcə olaraq mən də belə qabaqcadan vəd verirəm. Əsasən nəşriyyatın işidir və Strauss nəşriyyatında çap olunacaq 3 kitab, 1, 2, 3, yəni bir-birinin davamıdır. Doğrudan da yəni eşitdiyiniz məlumat düzdür. Sadəcə olaraq mən özümü təkcə dedektiv mətnlər yazan müəllif kimi görmürəm. Yəni bundan sonra yazacağım bəlkə də heç bir dedektiv elementi olmayacaq. Yenə deyirəm, bu bəlkə də bundan sonra yazacağım hamısı dedektiv olacaq. Bu artıq həmin sual ətrafında formalaşan cavablardan asılıdır. Bu şad xəbər də verim ki, bu yaxınlarda ikinci hissə də olacaq, biraz sonra da üçüncü hissə yubatmadan oxuculara təqdim olunacaq. Çünki biz bilmək istəyirik ki, hadisələrin gedişatı hansı nəticələrə gətirir. Yazıçılıq həyatınızda İsveçrə sizə nə verdi? Vaxt verdi deyə bilərəm. Çünki bir məsələ də var. Azərbaycan, Bakı mən yəni həddindən artıq çox sevirəm. Bu öz yerində, lakin həddindən artıq çox tələsirik. Çox dinamik həyatımız var maşallah. Orada isə bunun tam əksinədir. Tam sakit, durğun bir həyat var və bu elə bilirəm ki, mənə bir rahatlıq, bir vaxt verdi ki, mən sakit oturub yaza bilim. O sakitliyin nəticəsidir ki, psixoloji məqamlara daha çox yer ayırmısınız. Ola bilər. Yəni
adamın özünə rahat vaxt ayıra bilməyi yaradıcılıq prosesində çox önəmlidir. Mən qibtə eləyirəm burada həm Bakıda yaşayıb, həm kitab oxuyub, həm kitab yazan müəlliflərə qibtə eləyirəm. Çünki dediyim kimi, yəni vaxt olmur Bakıda. Gün o qədər sürətlə keçir ki, yəni rahat bir yerdə oturub sakit bir kitab yazmaq üçün doğrudan hünər tələb edir. Orada isə əksinədir də bütün günü Mən həmişə deyirəm, sakitçilik. bu iki işi görən insanlara həqiqətən alqış deyirəm hər zaman. Bir, alimlik elmi dərəcəsini ki, əziyyət çəkirlər, yazırlar, alırlar. Elm sahəsində müəyyən işlər görən insanlar var. Hər zaman onları alqışlayıram ki, bu doğrudan çətin prosesi və buna vaxt tapmaq sizin dediyiniz kimi hünər tələb eləyir. İkinci də yazıçılar, amma söhbət əsl yaxşı yazıçılardan gedir. Bəli, bəli. Çox sevindirici haldır ki, bu gün Azərbaycanda müəlliflər çoxalır, oxucular çoxalır. Mən ildən ilə həmişə iştirak edə bilməsəm də uzaqdan əlbəttə ki izləyirəm. Kitab festivallarının iştirakçıları il-ildən çoxalır. Bu ildə səhv eləmirəmsə 21-27 oktyabr ərəfəsində 12-ci Bakı Beynəlxalq Kitab Festivalı keçiriləcək. Çox nəhəng bir festivaldır. Həddindən artıq çox iştirakçı olur. Siz də gələcəksiniz? Çalışacağam gələn bəli. Çünki kitablar yeni nəşr olmuş olacaq. Söz vermirəm, amma çalışacağam ki, iştirak eləyim. Amma mart ayında Cenevrə Beynəlxalq Kitab Festivalı olur. Hər ilin mart ayı Novruz bayramı ərəfəsində. Mən orada iştirak eləyirəm. Heç Bakının yarısı qədər orada adam olmur demək olar ki. Böyük təşkilatdır, 5-6 gün olur. Böyük belə deyək ki, tədbirdir. Amma ora üçün böyükdür. Bakı Beynəlxalq Kitab Festivalı isə doğrudan da yəni çox sevindiricidir ki, oxucular da maraq göstərir, dövlət tərəfindən də dəstək var, nəşriyyatlar da burada çox aktiv iştirak edir, tədbirlər hazırlanır, maraqlı belə deyək, verilişlər hazırlanır orada deyək, görüşlər təşkil olunur. Çox gözəldir. Oxucularla müəlliflərin əlaqəsi də, təması da yaxşıdır. Yəni tez-tez görüşlər keçirilir, nəşriyyatlar bu görüşlərdə iştirak eləyir və ora hər dəfə də oxucular gəlir. Bundan başqa oxucu klubları var. Get-gedə çoxalır. Məsələn, Azərbaycan oxucuları var, Dartanyanlar oxucu klubu var və s. Parlaq imzaların oxucu klubu var. Və bu bir ənənə yaradır. Kitab ətrafında oxu ənənəsi, oxu mədəniyyəti yaradır və çox sevindirici haldır. Yəni, çox razıyam bu məsələdə. İsveçrədə ədəbi əlaqələriniz nə qədərdir? Məsələn, oranın hansı şairləri ilə, yazıçıları ilə münasibətləriniz var, dostluğunuz var? Bir yazıçı dostum var, o həm də mənim fransız dil müəllimim olub, ancaq o fransızdır. Ondan başqa çox da dərin müəllif tanıdığım olmuyor. Bir dəfə Bernard Werber'in kitab görüşündə olmuşam və o kitabı aldım, oxuduğuma da peşman oldum. Haqqında video da çəkdim, çünki orada türkçülük, hətta Azərbaycan haqqında birbaşa qarayaxmalar var. Və mən çox təəccüb edirəm ki, hələ də o müəllifin kitabını Azərbaycanda tərcümə eləyirlər, çap eləyirlər. Mən olsam eləmərəm, çünki bir ədəbiyyatçıya, bir yazıçıya yaraşmayan formada, yəni ədəbiyyata aidiyyəti olmayan formada qarayaxma ilə məşğul olur. Bir fransızın gözündən yox, qərəzli fransızın gözündən verib. Ondan başqa çox belə deyək ki, birbaşa ünsiyyətdə olduğum müəlliflər yoxdur. Bu da ona görədir ki, dediyim kimi, bu əlaqələr, bu məsələlər orada çox zəifdir. Azərbaycan, Bakı bu məsələdə çox qabaqdadır. Bəli. Bakının kitab mədəniyyəti var, Bakının kitab kultu var, ənənəsi var, bəli. Bugün İsveçrədə yaşayan bir Azərbaycanlı yazıçı kimi özünüzü iki mədəniyyət arasında körpü hesab edirsiniz? Kaş, istəyərdim. Məsələn, Azərbaycan müəlliflərini Avropaya çıxartmaq üçün bir körpü olmağa da, trampolin olmağa da, nə lazımdırsa olmağa razı olardım. Bunun üçün əlimdən gələni də eləyə bilərəm. Lakin hələ ki, çox təəssüf ki, belə bir şey yoxdur. Yəni, hər hansı bir körpü rolunu oynaya bilməmişəm. Bu da Siz necə təvazökarsınız Vüsal bəy? Sağ ol. Bayaq danışdıqlarınız, keçirdiyiniz tədbirlər, Azərbaycanı tanıtmağınız, Araz barı, Sevda Ələkbərzadən ifaları, bəs bunlar hara getdi? Təqdimat öz yerində. Yəni onu hər bir Azərbaycanlı etməlidir. Bəli, bu vəzifə borcumuzdur, bu heç. Yəni bunu əlavə bir şey kimi saymıram ki, mən nəsə bir eləmişəm. Kimi saymıram. Mən o vaxt nəsə eləmişəm sayıram ki, Azərbaycanın bir yazıçını deyək ki, Avropada təqdim eləyəm. Avropaya çıxardım, göstərirəm ki, baxın, bizim deyək ki, Əşrəf Ərən kimi, Xan Həsənli kimi, Fuad İsayev kimi, Naiq Babayev kimi yazıçılarımız var. Məsələn, mən onda sevinərəm ki, baxın, bu müəllifləri çıxartdıq. Bunlar Azərbaycanın parlaq müəllifləridir ki, deyək ki, Avropaya çıxa bilərlər.
Əşrəf Ərənin bu yaxınlarda, üzr istəyirəm, Ulduz Sayan Düz Dünya adlı bir kitabı çap olunub. Bəli. Mən orada sizin adınızı da gördüm. Bəli, redaktə eləmişəm kitabı, bəli. Bu Əşrəf Ərənin Düz Dünya kitabı haqqında danışmağına dəyər. Çünki doğrudan da uşaq ədəbiyyatımızın elə bilirəm ki, klassiklərindən birinə çevriləcək romandır. Həqiqətən bunu tam məsuliyyətimlə deyirəm. Orada uşaq gözü ilə baxmayan bir müəllif eşidəcək oxucularımız. Uşaq 12 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub və 12 yaşdan yuxarı uşaqları artıq orta təhsili olan, oxuduğu kitabları orta məktəbdə bilən bir oxucuya müraciət var. Bu çox gözəldir və bu vaxta qədər mən çox təəssüf hissi ilə deyirəm ki, bizim uşaq ədəbiyyatımız həddindən artıq heç nə bilməyən adama xitab eləyir. Yəni bu uşaqdırsa, onda heç nə bilməz nəzərdə tutur müəlliflər. Bu dünyada da belədir, çox təəssüf. Amma sevindirici hal budur ki, mən ona görə bu kitabın redaktəsini könüllü olaraq boynuma götürmüşəm və üstündə çox işləmişik ki, bu kitabda elm var. Bu kitabda uşağa hörmət var. O sırf uşaq üçün yazılmış romandır. Yəni roman estetikası ilə sadəcə olaraq uşaqlara müraciət edilir. Uşağın anlayacağı dildə romandır. Burada ailə münasibətləri, dostluq nədir, qardaşlıq nədir? Öz yerində bundan başqa çox dərin fəlsəfi məsələlərə toxunulur. Kimlik nədir? Yaddaş bizi biz eləyirmi? Bizim yaddaşımızı başqa birinə keçirsək, o da biz olarmı? Bu kimi doğrudan da fəlsəfi suallara çox yaxşı toxunur və elə bilirəm ki, əsərin əsas uğuru ondan ibarətdir ki, bunları mətnin toxumasına hörür. Didaktik olaraq oxucu ilə bunu danışmır. Baxın, adamın yaddaşını keçirsələr elə olar, belə olar demir. Bunu mətnin özündə, mətnin bətnində həll eləyir, belə deyək. Və bu baxımdan çox dəyərli sayıram bu əsəri və oxuculara da tövsiyə edirəm. Üç Alman Siz istəyirsiniz ki, Əşrəf Ərən İsveçrənin məşhur yazıçılarından biri olsun. Tək Əşrəf Ərən deyil. Yəni Əşrəf Ərən adını saydığım müəlliflər ki, mən yerli müəllifləri oxuyuram. Azərbaycanda nəşr olunan kitabları maraqlanıram. Gəlib gedən olanda xahiş edirəm, alıb gətirirlər. Bunu hər kəs bilir ki, mən yerli ədəbiyyatımızdan maraqlanıram. Təbiidir ki, mən yalnız Azərbaycan ədəbiyyatı oxumuram, öz mütaliəm var, amma haçan ki Azərbaycanlılardan oxuyuram, bizim öz müəlliflərimizdən, belə hətta deyək doğma müəlliflərdən oxuyuram, haqqında mütləq nəsə yazıram. Fikrimi paylaşıram mütləq. Biraz söhbət olsun, biraz müzakirə mühiti yaransın, fikirlərimi paylaşıram. Bu fikirlərinizi Facebookda paylaşırsınız? Hər yerdən paylaşıram. Bir dostum sağ olsun, mənim üçün bir sayt təşkil edib, elə deyə bilərəmsə vüsalaydın.com. Burada mən öz fikirlərimi paylaşıram. Keçidlərin də Instagram olsun, Facebook olsun yerləşdirirəm. İstənilən oradan baxa bilər. Və heç bir dostum və yaxud olmadı, tanıdım, tanımadım fərq qoymadan bəyənirəmsə bəyəndiyimi tərəfləri qeyd edirəm tam. Bəyənmirəmsə bəyənmədiyim tərəfləri qeyd edirəm. Yəni burada heç bir güzəşt eləmirəm və ümid edirəm ki, dostlar buna görə məndən inciməz. Çünki bu ədəbiyyatdır. Orada tərəfkeşlik yox, dürüstlük rol oynamalıdır. Sizin əsərləriniz İsveçrədə tərcüməyə cəlb olunubmu? Tərcümə olunub hal-hazırda birinci hissə, Doktor Səidin birinci hissəsi tərcümə olunub. Lakin bir fransız dilli, ana dili fransız dili olan biri tərəfindən əvvəlcə oxunmalıdır. Çünki mən fransız dilini o səviyyədə bilmirəm ki, bilirəm, öz imtahan da vermişəm o baxımdan, amma akademik səviyyədən savayı, həm də bədii səviyyədə dili bilmək lazımdır. Mən onu bayaq adını çəkdiyim, adı da Erik Tarado olan yazıcı dostuma vermişəm. O mənim həm fransız dili müəllimimdir, həm özü də yazıcıdır. Ona vermişəm, oxuyacağına söz verib, amma indi təzə bitib tərcümə. Gözləyirəm ki, oxusun, o rəyini versin, lazımdırsa dəyişikliklər eləyək, sonra nəşriyyatlara göndərək. Yəni artıq Vüsal Aydın imzası İsveçrəyə də çıxacaq. İnşallah, çalışırıq. Və ondan sonra ən böyük arzum digər müəllifləri də bugün yazan, çalışan, doğrudan da dünyaya layiq olan ədəbiyyat çıxartmağa çalışan, təqlidçilik dalıca qaçmayan müəllifləri çalışacağam ki, tanıdaq. Gənc Azərbaycanlı yazıçılara Avropaya çıxmaq və xarici oxucu qazanmaq üçün hansı tövsiyəniz var? Səmimi olmaq lazımdır. Birinci, ən əsas. Müəllif öz mətnində riyakarlıq eləməməlidir. Mənim bayaq adını çəkdiyim ustadım
Şahmar Qəribli Allah rəhmət eləsin, çox gözəl bir sözü var idi. Çox bəsit düsturdur. Deyir ki, uydur, yalan danışma. Bu mətnin qızıl qaydasıdır. Yəni müəllif bədii əsərdə əlbəttə ki, həmişə uydurmalıdır. Yəni uydurmaq hələ yalan danışmaq demək deyilmiş. Demək deyil. Ay nə gözəl, xoşuma gəldi bu cümlə. Z qurşağının dilində desək fiction, o mənada uydurmaq, quramaq. Yəni hər şey təxəyyül məhsul olmalıdır. Lakin heç vaxt yalan danışmamalısan. Yəni oxucunu aldatmamalısan. Düşündüyün nədirsə, inandığın nədirsə onu da yazmalısan. İsveçrədə oxucular iki qütbə bölünüblər də. Alman dilli ədəbiyyat oxuyanlar, fransız dilli ədəbiyyat oxuyanlar. Daha çox hansı üstünlük təşkil edir? Ümumiyyətlə fransız dili ədəbiyyatda daha dominantlıq eləyir, məlum məsələdir. Daha çox ölkədə fransız dili danışılır, nəinki alman dili. Ondan əlavə Fransanın ədəbiyyat kültürü daha zəngindir. Ədəbiyyat bazası daha zəngindir. Bu baxımdan bəli, onların fransız dilli ədəbiyyat kültürü daha zəngin olduğuna görə daha çox oxucu kütləsi də o istiqamətdədir. Bəli, mən sizə uğurlar arzu edirəm. Çox sağ olun. Vüsal bəy. Qərban Çox sağ olun. Bayaq Azərbaycan xanımlarının gözəlliyini xüsusi vurğuladınız və mən əminəm ki, burada milli geyimlərimizi də siz təqdim eləyirsiniz onlara, hə? Yəni maraqlanırlar, öyrənirlər. Mən bunu bir təqdimatların birində dedim, hətta siz dediyiniz kimi biraz etiraz elədilər, amma dedim bu faktdır, həqiqətən belədir. Məncə Bakı Gözəl Xanımlar Muzeyidir. Yəni həqiqətən çox o cür dediniz. Təşəkkür edirəm sizə. Çox sağ olun bir daha. Sağ olun, minnətdarım. Əziz dinləyicilər, İsveçrədə yaşayan yazıçı Vüsal Aydınla həmsöhbət olduq bugünkü verilişimizdə. Aparıcınız mən idim, Pərvanə Nadir qızı. Sağ olun, salamat qalın. Yar yare, yare, yarama, olsaydı eserin aley Afganımızın yine bir rəhmi gələrdi bizə cananımızın ağları yusub açılınca geceler köyünde özü gülsün bize belki mahi tabanımızı. Bize icran günü bize hicran günü zulmet gece gündüz kimidir. Öyle rövşendir çırağı dili suzanımızın. Çekti gevsu sebez zülfü siyahlar fikrin. Çekti gevsu sebez zülfü siyahlar
Səbəbi bircə budur, hali pərişanımızın. Bu təxəffür bizə vahid yetər olsam da əgər, yetər. Mən də bir şairiyəm Azərbaycanımızın. Aman aman, bedadem aman